Təhəccüd və ya gecə namazı nədir? Necə qılınır? Elə nizamlayın ki, gecə namazını bitirdikdə sübh azanı daxil olsun. Əgər dura bilməyəcəyinizdən qorxursunuzsa, telefonlarda gecə yarısı vaxtı qeyd edilib. O zaman da qıla bilərsiniz. Gecə namazı 11 rəkətdir. 8 rəkəti 2-2 rəkətli şəkildə gecə nafiləsi niyyəti ilə qılınır. Diqqət edin, 8 rəkətli namaz yox, 2 dənə 4 rəkətli namaz yox. 4 ədəd 2 rəkətli namaz qılacaqsınız. Niyyəti necədir? Gecə namazının nafiləsini qılıram qürbətən ilallah. Eyni ilə sübh namazı kimi. Bax, bundan 4 ədəd qılacaqsınız. Bir yerdə oldu 8 rəkət. İzah edə bildim. Bunlardan sonra isə şəf niyyəti ilə, yəni 2 rəkətli namaz qılırsınız. Bu namazda isə qunut tutulmur. Şəf namazını qılıram qürbətən ilallah. Niyyəti belədir. Müstəhəbdir ki, şəf namazının birinci rəkətində Fatihə surəsindən sonra Nas surəsini, ikinci rəkətdə isə Fatihə surəsindən sonra Fələq surəsini oxuyasınız. Əgər bu surələri bilmirsinizsə, telefondan oxuya bilərsiniz, yaxud kağızdan oxuya bilərsiniz. Lap heç oxumaya da əvəzində sadəcə İxlas surəsini də oxuya bilərsiniz. Bu da aydın. Daha sonra bir rəkətli vətr niyyəti ilə namaz qılınır. Niyyəti vətr namazı qılıram qürbətən ilallah. Allahu Ekber. Daha sonra Fatihə, İxlas, ardınca qunut tutursunuz. Qunutda istədiyiniz duanı oxuya bilərsiniz. Hətta qunutda ana dilinizdə də duan oxuya bilərsiniz. Sonra isə Allahu Ekber. Rükudan qalxırsınız səcdələr, sonra təşəhhüd və salamlar və salam bir rəkətli namaz. Lakin müstəhəbbə əməl etmək istəyirsinizsə, istəyirsiniz ki, orada savaba nail olacaq daha çox əməl, dua və zikirlər olsun. Onda Fatihə surəsindən sonra yaxşı olar ki, 3 dəfə İxlas surəsini, bir dəfə Fələq surəsini, bir dəfə də Nas surəsini oxuyasınız. Ardınca qunutda bacardığınız qədər uzadasınız. Yaxşı olar ki, qunutda bunları edəsiniz. 40 mömin üçün bağışlanma diləyəsiniz. Edə bilərsiniz belə. Allahummə qfir li fulan. Məsələn, Allahummə qfir li fərid, li filan kəs. 40-dan da artıq ola bilər, az da ola bilər. Azərbaycan dilində deyə bilərsiniz. İlahi anamı, atamı, filan kəsi bağışla. Daha sonra 70 dəfə əstəğfirullahı və ətubu ileyh zikrini deyəcəksiniz. Yəni Allahdan bağışlanma diləyir və ona tövbə edirəm. Daha sonra 7 dəfə həzə məqamul aizi bikə minən nar. Yəni bu cəhənnəmdən sənə sığınanın məqamıdır. Daha sonra 300 dəfə əl-af və yaxud da ilahi əl-af zikirləri hesablamaq üçün o qurğudan belə tutub hesablaya bilərsiniz. Hər şey çarə var. Bir daha deyim, ümumiyyətlə sadəcə öz duanızı da edə bilərsiniz. Təki qılasınız. Namazı bitirdikdən sonra yaxşı olar ki, Fatimə Zəhra xanımın təsbihini edəsiniz. 34 dəfə Allahu Ekber, 33 dəfə Elhamdülillah, 33 dəfə də Subhanallah. Ola bilər kimsə düşün ki, 11 rəkət çətindir. Əzizlər, qeyd edim ki, gecə namazının ən fəzilətli hissəsi şəf və vətr namazlarıdır. Vətr namazı isə şəf namazından daha üstündür. Gecə namazında yalnız şəf və vətr namazlarını, hətta sadəcə vətr namazlarını da qılmaq kifayətdir.